Bugün baxırıq belə bir suala. Bizə verilibdir. NH4 xrom2 O7-nin parçalanma reaksiyası baxırıq və burada bizə verilibdir maddələrin kütləsi. A maddə A qram, deməli NH4 xrom2 O7 və A çıxılsın 40 qramda xrom2 O3 var. İlk növbədə kənardan baxanda bəzən abituriyentlər bunu səhv eləyir. Çünki düşünürlər ki, birbaşa A çıx 40 yazsalar və tənasibi bu formada qursalar, bəli, cavabı ala bilərlər. Amma bu halda cavabı həm gecikmiş formada alırlar, həm də səhv eləmə ehtimalı da artır. Bunu həll etməyin çox rahat və qısa bir yolu var. İndi ona baxacağıq. Deməli, biz normalda NH4 xrom2 O7-nin emirinin 252, xrom2 O3-ün isə 152 olduğunu bilirik. Deməli, bunlar arasında emirlər arası fərq bərabərdir 100-dür. Amma baxın, burada kütlələr arası fərqi A çıx 40, yəni 40 qram fərq veribdir. Biz tənasibi fərqlərlə quracağıq. Bax, bu formada yazsaq, cavabımız həm düz alınacaq, həm də vaxt qazanmış olacaq. Yazaq. Kütlə fərqini burada bizə 40 verib. Emir fərqini yazırıq, aşağıda 100 bərabərdir. Nə qədər istilik ayrılar soruşur. Bilmirik, yazırıq x. Aşağıda da onun istilik effektini yazırıq və ixtisar aparacağıq. Buradan da x bərabər olacaq 200-ə və beləliklə də çox asan və tez bir zamanda həll eləmiş olduq.